İndi bunları bir dənə belə reset edək. Okay, baxmıram və reset edirəm. Reset edirəm. Well, elədik reset. İndi görək bu sualları həll edə biləcəyimi. Bu 2 sual düşmüşdü və mən həll edə bilməmişdim. Bunu bir balaca çeyləmişdim, necə eləmək lazımdır filan, amma həll edə bilməmişdim. Best time bu ümumiyyətlə həll edə bilməmişdim. Nə idi? Deməli, burada məqsəd nədir? Maksimum profiti tapmaq üçün biz nə etməliyik? Minimum, yəni ən ucuz vaxtı almalıyıq. Ucuz al, baha sat. Yəni mən nə edirəm? Gəlirəm, bu vaxt alıram və bu vaxt satanda əgər bu vaxt alıram, bu vaxt satanda nə edirəm? Profitimi set edirəm ki, -6. Profit bərabərdir -6 və mən gəlib hələ ki burada profitim 0-dan kiçik olanda deyirəm ki, yox, mənə burada almaq sərf eləmir. Mən set edirəm alış qiymətimi bura. Burada əgər 0-dan kiçiksə, if less than 0, alış bərabərdir bu i. Deməli, prices i. Düzdür, belə bir şey idimi? Gəlib indi bu i-yə set elədim, gəldim bura. 5-dən 1 çıxıram, profitim 4-dür. Profit bərabərdir 4. Alışım hələ ki qalır 1-də. 1. Satış da eləyirəm 2. İndi gəlirəm profit. Burada 3-dəyəm. Profitim oldu nə? 2. Profitim oldu 2. Bunu keçirəm. Burada keçirəm. Çünki mənə sərf eləmir. Hələ ki 4 qalır. 4 qalır. Dynamic programmingdir. Hə. Gəlirəm 6. 6-dan 1 çıxdım. Elədi nə? Profit 5. Hə. Alışım qalır. Satışı nə edirəm? Update edirəm ki, burada 6. 6-nın daha doğrusu indeksi 4-də də yenə belə. Okay. İndi bunu necə edirik? Int by deməli prices int profit. Profit bərabərdir 0. Və by price'ım bərabərdir. Nəyə? Price'ımın uzunluğu 1-dən böyükdür. Ona görə prices 0 deyirəm. 0-da alıb və mən gəlirəm hara? Mən gəlirəm 0-cı noddan əgər buy set eləmişəmsə, middle səviyyə üçün soruşmuşdular bu sualı. Deyəsən, hə, middle axtarıcılar. Əslində səviyyəni qeyd eləməmişdilər vakansiyada, amma mənə elə gəlir ki, middle idi, çünki sualları nisbətən çətin idi. Və mən başlayıram int i 1-dən, i less than prices nöqtə lens i plus plus. Burada gəlirəm nə deyirəm? Deyirəm ki, if int profit yox, max profit deyək. Int profit equal prices i minus buy. If profit okay, belə deyək də, max profit equal math.max. Yox, belə mi deyək? If profit greater than max profit bərabərdir profit. Düzdür. Burada mənim heç bir yoxdur. Xeyrim. Və mən aldığım gün sata bilmərəm. Yəni bu aldığım gün sata bilmirəm. Belə bir şey deyirəm. Profitim, max profitimdən böyükdürsə onu update edirəm.
Məsələn, bunu update eləmirəm. Else-də də heç nə. Bəs mən nə vaxt aldığım qiyməti set edirdim? O yadımdan çıxdı. Aldığım qiyməti nə vaxt set edirəm? Əgər profitim max profitdən böyük deyilsə, əgər profitim max profitdən kiçikdirsə, yadımdan çıxıb. Okay, belə bir şey eləyirəm, bunu bilirəm. Return max profit. Bəs mən alış qiymətimi harda set eləyirəm? Alış qiymətinin minimumunu tapıram, düzdür? Well. Profitim max profitimdən böyükdür. If profit less than 0 by equal prices E belə mi deyirəm? Belə mi deyirəm? Doğrudan. İşlədi. Düz bilirmişəm. Well. Sadəcə olaraq mən bundan əvvəlki submitim necə idi? Solution. My solution. Yoxdur, mən sormuşum. Submissionlara baxaq. Okay. Mayın 9-unda necə bir solution vermişəm? Gəlmişəm, buy 0 seçmişəm, profitdə 0 eləmişəm. Əgər price'ım buy price'dan kiçikdirsə, bunu buna set edirəm. Yox, price'ım buy price'dan kiçik deyilsə, profit'i hesablayıram. Price buy. Nəysə, bu da işləyir, bu da işləyir. Well, amma bu mənə elə gəlir, elə də yaxşı işləməyəcək hər dəfə. Burada nə edirəm? Gəlirəm, yoxlayıram ki, əgər mənim alış qiymətim kiçikdirsə bundan, sən neyinə? Sadəcə alışı set edə. Çünki mən aldığım gün sata bilmirəm. Ona görə burada if else istifadə edib də. If else'in məqsədi odur ki, mən ya aldığım qiyməti update edirəm, ya alıram, ya da satıram. Yəni mən bir gündə həm alıb, həm sata bilmirəm. Bunun məqsədi odur. Ona görə belə bir şey edirəm. Well, okay. Okay. Mənim solutionum da işləyir, amma düzgün olan budur. Çünki mən burada aldığım gün sata bilməməliyəm. Ona görə aldığım gün sata bilməməliyəm. Burada da gəlib deyəcəm. If mənim deməli price E less than buy, buy'dan kiçiksə buy bərabərdir price. Else deyək sadəcə. Else olan halda da heç nə. Belə bir şey deyirəm. Profit. Əslində heç belə bir şey ehtiyac yoxdur.
Heç nə də baxaq. Neyse, düzdür. Qoy GPT-dən soruşaq. What do you think about this solution? Can I sell the same day I buy? Single pass mean price tracking approach. Today price is lower than your current buy. Update your buy. Okey, bu da düzdür. Əgər indiki qiymət HTML kodu mənə də yaxşı deyil. Bu mənfi çeki düzgün deyil. Ona görə biz nə yoxlamalıyıq? Yoxlamalıyıq ki, price buy'dan kiçikdirsə. Bunun ikinci versiyası da var imiş, medium. Medium sualı. Həmin sualı da biz həll eləmişdik. Orada eyni gün həm almaq, həm satmaq mümkündür. Orada bir if else olmur. Bir dənə yoxlayırsan, sonra bir dənə də normal bu çöldə olur, else-siz. Belə bir şey olur. Səhv eləmirəmsə, bunu kopya edeyim. Gedək ona da baxaq. Okey. Başa düşdük biz.